Bilirdinizmi, bəzi epilepsiyalar uşaqlarda ürək bulanma, qusma, halsızlıq kimi əlamətlərlə keçə bilər. Yəni, heç də epilepsiyaların hamısı uşağın qıc olması, cəng olması, dilin qatlanması kimi ağır əlamətlərlə keçmir. Bu epilepsiyalardan biri Panayotopoulos adlanan uşaq yaşlarının özünü məhdudlaşdıran epilepsiyasıdır. Panayotopoulos epilepsiyası oksipital paylardan başlayan və vegetativ, avtonom əlamətlərlə özünü göstərən epilepsiyadır. Bu tutma əsasən axşamlar başlayır. Uşaq yatandan sonra və yaxud da yatana yaxın qəfil oyanır və yaxud da yuxuya getməmiş özünü narahat hiss eləməyə başlayır, ürəyi bulanır. Davamlı olaraq qusma halları təkrarlanır, uşaq solğunlaşır, tərləyir. Bir çox hallarda bu zaman heç bir qıcolma tutması olmur. Bəzi uşaqlarda, çox nadir hallarda bir tərəfli hemiklonik tipli qıcolmalar da ola bilər. Bəzi valideynlər bunu qarışdıra bilirlər. Hətta pediatrlar belə bu vəziyyəti anlamaya bilirlər. Düşünə bilirlər ki, uşaqda ürək bulanmadır, bunun səbəbi zəhərlənmədir, nə isə qida problemidir və yaxud da infeksion xəstəlikdir. Amma diqqətli olun, bu uşaqlarda bu əlamətlər təkrar baş verirsə, bu sizin uşağınızda dediyim oksipital tipənsə epilepsiyasının əlaməti ola bilər. Bu özünü məhdudlaşdıran epilepsiyadır, yaşa bağlıdır. Yəni adətən 3-6 yaş arası uşaqlarda başlayır, müəyyən müddətdən sonra keçə bilir, amma bu siklik tutma halları, ürək bulanma, qusma halları tez-tez təkrarlanırsa, artıq bunu EEG müayinə, video EEG monitorinq eləmək, epilepsiya ocaqlarını təyin etmək və müalicə yazıb uşağı bu qusma və halsızlıq hallarından qurtarmaq mümkündür.